Xırdalan şəhərinin mərkəzində, infrastruktur cəhətdən ideal bir ərazidə, Heydər Parkının tam qarşısında, kupçası əlində olan qanuni 3 otaqdan ibarət mənzil təqdim edirəm sizlərə. Video təqdimata başlamışıq mənzilimizin qonaq otağından. Layihə üzrə mənzil qanuni 3 otaqdan ibarətdir. Sadəcə mənzil sahibi genişlik əldə etmək məqsədi ilə müasir üslubda mənzili təmir edərək qonaq otağı ilə mətbəxin ara divarını açaraq belə bir gözəl mənzərə əldə edibdir. Gördüyünüz kimi bu hissədə mətbəximizdir, qarşı tərəfdə zalımızdır. Təmir və şəraiti idealdır. Şəxsi yaşayış üçün təmir və dizayn olunmuş bir mənzildir. Çoxmənzilli binanın 5-ci mərtəbəsində yerləşir. Kupçası əlindədir. İpotekaya yarayır. Buradan keçirik mənzilimizin uzunsov, geniş balkonuna. Marşrut xətləri hamısı binanın önündən keçir. Heydər Parkına cəmi 1 dəqiqəlik məsafədədir. Çoxmənzilli binanın 5-ci mərtəbəsindədir. İndi sizə təqdim edirəm mənzilimizin digər sahələrini. Dəyərli izləyicilər, video təqdimata davam edirik mənzilimizin dəhliz hissəsindən. Seyf qapı girəcəyi buradadır. Gördüyünüz kimi mənzilin dəhlizi də genişdir. Girəcəkdə burada qardırop şkafı yaradılıb. Koridor sistemli bir evdir. Bütün otaqların dəhlizə çıxışı mövcuddur. Sanitar qovşaq və hamam otağı ayrı-ayrıdır. Burada yerləşir mənzilimizin sanitar qovşağı. Bu hissədə mənzilin hamam otağı yerləşir. Təmiri və şəraiti idealdır. Kupçası əlindədir. Paket kupça və texpasport bütün sənədlər qaydasındadır və sənədlər əldədir. Yəni ipotekaya hazır vəziyyətdədir. Kimin ipotekası təsdiq olunubsa müraciət eləyə bilər. Sizə hal-hazırda təqdim edirəm mənzilimizin böyük yataq otağını. Ümumi sahəsi 107 kvadrat metr təşkil edir. Mənzilin təmirində bahalı növ materiallardan istifadə olunub. Döşəmə hissə birinci sort palıd parketdir. Bu hissədə yerləşir mənzilimizin uşaq yataq otağı. Uşaq otağının da ölçüsü genişdir. Həqiqətən ideal təmirli şəraitlidir. Xırdalanda bu dəqiqə belə şəxsi təmirli mənzillər çox az hallarda rast gəlinir. Bina infrastruktur cəhətdən ideal bir ərazidədir. Mənzilin təmirinə və şəraitinə söz yoxdur. Qarşılıqlı razılaşma əsasında mənzildə əşyalar da qala bilər. Mənzillə bağlı hər hansı sualınız olarsa qeyd olunan nömrə ilə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.